Salam, hər vaxtınız xeyir. Əjdər bəy gəldi çatdı. Bugün 13 yanvar 2026-cı il. Əjdər bəy gəldi çatdı. Gedirik dəmir yol vağzalından Əjdəri götürək. Aparaq koordinatlara təhvil verək. Artıq qalacağı yerə yola salaq. Deməli, tanırsınız məni yəqin ki, Tural Ayazov 7 ildir CXR Azərbaycandan işlə təmin olması ilə məşğul. 7 ildir 350-dən çox aktiv viza almışıq. Bura gələnlər gəlib, gedənlər gedib, yaşayanlar yaşayır. Əjdər bəy də bunların içində ikinci dəfə CXR gələnlərdəndir. 2019-cu ildə də Əjdəri biz gətirmişdik. Ondan sonra 1-2 ildən sonra problem yaranmışdı, geri qayıtmışdı. Yenə də artıq Əjdər geri gəlib. Əjdər də uzun müddət kvota gözləyənlərdəndir. Artıq vizasını alıb gəlib Əjdəri qarşılayacaq. Deməli, buradakı əsas məsələ, mən sizə həmişə deyirəm, viza alma şansımız 99%-dir. Sadəcə olaraq kvotaya görə səbirli olmalısınız. Səbirliyə tez də düşsəz tez gələcəksiniz, geç düşsəz gec gələcəksiniz. Elə adamlarımız var ki 3 aya 4 aya gəlirlər, elə adamlarımız da var ki 1 ilə il yarıma gəlirlər. Buradakı tək səbəb səfirlikdəki görüş günüdür. Buna səbirli olan hər kəs tez gələcək. Videonu uzatmayayım, Əjdəri qarşılayaq. Ardınca da yenə də video rolika tamam edib bəzi məlumatları verəcəm. Əjdəri qarşılayaq, sonra videonu axıra qədər izləyin. Əjdər ikinci dəfə gəldi çatdı axır ki. Tamam video, nə var nə yox, vəziyyət. Əjdər gəldi çatdı. Əjdər bugün gəldi. Türkiyədən, Türkiyəyə gəldi. 13 yanvar Pilsen dəmir yolu vağzalının içərisindəyik. İndi Əjdəri yola salırıq koordinatorla gedib Taxov şəhərinə. İkinci dəfə gəlir Əjdər. İnşallah ki bu dəfə laf yaxşı uğurlu olar. Viza hazırdır. İnşallah koordinatora təhvil verəcəyik. Bir həftədən sonra polisə gedəcək. Polisdən sonra da işə çıxacaq inşallah. Oldu izləmədə qalın, video haqqında ətraflı məlumat verəcəm yenə də. Əli! Əjdəri yola saldıq, Əjdər artıq gedir. İnşallah şaparlar Taxova, Taxovda işləyəndən sonra inşallah digər proseslər başlayacaq. Sağ salamat, xeyirli olsun inşallah. Əjdər artıq koordinatora təhvil verildi. Koordinator nə edəcək? Koordinator artıq polisdə Əjdər üçün randevu götürəcək. Əjdər polisdə qeydiyyatdan keçəcək, gəldiyi ilə bağlı artıq bir həftə içində polisə gedəcək. Polisdən sonra iş yerində qeydiyyata və təxminən bir həftə içində artıq işə çıxacaq. Bu müddətə qədər ölkə xaricinə çıxmaq olmaz. Bir həftədən sonra artıq polisdən keçəndən sonra 20 günə oturum kartı gələcək. 2 illik oturum kartı. Bu 2 illik oturum kartıyla bütün Avropanı gəzə bilərsiniz, bütün Avropada dolaşa bilərsiniz, amma sadəcə CXR işləmək şərti ilə 5 ilin tamamında artıq bütün Avropada işləyib yaşamaq icazəniz olacaq. O zamana qədər bütün Avropanı gəzə bilərsiniz, amma sadəcə CXR işləyə bilərsiniz. 6 aydan sonra CXR-dəki iş yerinizi istənilən iş yerinə dəyişmək mümkündür. Buradakı ən nüans nədir? Yəni bizim işimiz demək olar 90% bitdi. Bundan sonra artıq Əjdər kart alana qədər, Əjdərin bank hesabı açılana qədər və iş yerinə girənə qədər, yəni bir həftəlik işimiz qalıb. Bir həftədən sonra artıq bizim bütün məsuliyyətimiz bitir və hər kəsin öz həyatı başlayır. Yəni bunu bəzən yanlış anlayırlar. Bunun açıqlamasını verim. Yəni biz bura gətirib iş yerinə qoyana qədər, kart alana qədər, işə çıxana qədər cavabdehik. Amma yəni fikirləşin, yəni burada yüzlərlə Azərbaycanlı gəlir, düzdürmü? Yəni biz bunların hamısı ilə ömrümüzün sonu, yəni o adamın buradakı ömrünün sonuna qədər məşğul ola bilmərik təbii ki, düzdürmü? Yəni bura gəlirik, təhvil veririk, təslim eləyirik, işə veririk, bitdi. Yəni sabah siz məsələn işdə dalaşdım, işə xəstələnmişəm, gəlməyəcəm və yaxud da buranı bəyənmədim, ora keçmək istəyirəm, oranı bəyənmədim, bura keçmək istəyirəm, artıq bunların hamısı koordinatorla həll olunur. Yəni biz bunların hamısı ilə məşğul olsaq, onda gərək nəfəs almağa vaxt tapmayaq. Və yaxud da biri gəlir, deyir, mənim bala Tumuşkan balacadır, Tumuşkanı dəyişmək lazımdır. Bunların hamısı ya qalacağımız evin sahibi ilə, ya da koordinatorla həll olunacaq məsələlərdir. Çünki artıq biz təhvil verəndən sonra başqa müştərilərlə, başqa gözləyən adamlarla maraqlanmaq məcburiyyətindəyik. Həm orayla, həm burayla eyni zamanda maraqlanmaq mümkün deyil. Yəni özümüzə vaxt qalmasa belə mümkün deyil. Yəni bəzən bunu başa düşmürlər, ona görə mən xırda izahat vermək istəyirəm ki, yəni hər bir ehtimalda oradan bura gətirənə qədər, bütün işlər təhvil verənə qədər məşğul oluruq, amma daha sonra artıq hər kəsin öz həyatı başlayır. Bu qədər, videoda izləməyə qalın, video haqqında ətraflı məlumat verəcəm yenə də. Çox sağ olun, hələlik.